Bu tip xəbərləri qaçırtmamaq üçün kanalımıza abunə olun. Pensiya yaşında dəyişiklik, qadınlar üçün yeni mərhələ başlayır salan hörmətli izləyicilər. Bugün Azərbaycanda pensiya sistemi ilə bağlı mühüm bir mövzudan danışacağıq. İyul ayının 1-dən etibarən qadınların pensiya yaşında növbəti və sonuncu mərhələli artım həyata keçiriləcək. Bununla da qadınlar üçün müəyyən edilmiş pensiya yaşı 64 il 6 aydan 65 yaşa çatdırılacaq. Beləliklə, ilk dəfə olaraq Azərbaycanda qadınlar və kişilər üçün pensiya yaşı eyni olacaq. Qeyd edək ki, bu dəyişiklik əmək pensiyaları haqqında qanuna uyğun olaraq həyata keçirilir və 2017-ci ildən etibarən mərhələli şəkildə tətbiq olunurdu. Qanuna əsasən azı 25 il sığorta stajına malik qadınların pensiya yaşı hər il 6 ay artırılıb. Bu proses artıq yekun mərhələsinə çatır və iyulun 1-dən sonra qadınlar da kişilər kimi 65 yaşında pensiyaya çıxacaqlar. Mövzu son illərdə cəmiyyətdə geniş müzakirələrə səbəb olub. Bir çox vətəndaş pensiya yaşının artırılmasının sosial təsirlərini müzakirə edir. Digər tərəfdən isə hökumət bu addımın demoqrafik dəyişikliklər və pensiya sisteminin maliyyə dayanıqlığının qorunması məqsədi daşıdığını bildirir. Rəsmi statistik göstəricilərə əsasən Azərbaycanda qadınların orta ömür uzunluğu 78 il 4 ay, kişilərin orta ömür uzunluğu isə 73 il 6 ay səviyyəsindədir. Ümumi orta göstərici isə təxminən 76 il hesab olunur. İqtisadçılar bildirirlər ki, son illərdə səhiyyə xidmətlərinin inkişafı, həyat şəraitinin yaxşılaşması və sosial təminat imkanlarının genişlənməsi insanların daha uzun ömür sürməsinə şərait yaradır. Məhz bu amillər bir çox ölkələrdə pensiya yaşının artırılması ilə nəticələnib. Mövzu ilə bağlı açıqlama verən iqtisadçı Xaliq Kərimli qeyd edib ki, 2017-ci ildə qəbul edilən qərar qadın və kişilər üçün pensiya yaşının mərhələli şəkildə eyniləşdirilməsini nəzərdə tuturdu. Onun sözlərinə görə pensiya yaşının artırılması əsasən dövlət büdcəsinə düşən yükün optimallaşdırılması və sistemin uzun müddətli dayanıqlığının təmin olunmasına xidmət edir. Ekspert onu da vurğulayıb ki, inkişaf etmiş ölkələrin əksəriyyətində pensiya yaşı təxminən 65 və ya daha yüksəkdir. Lakin həmin ölkələrdə insanların orta ömür müddəti adətən 81, 82 və daha çox il təşkil edir. Bu səbəbdən pensiyada qalma müddəti Azərbaycandakı göstəricilərdən fərqlənir. Maraqlı məqamlardan biri də pensiya məbləğinin hesablanması metodikası ilə bağlıdır. İqtisadçının sözlərinə görə hazırda pensiya hesablanarkən gözlənilən pensiya alma müddəti təxminən 11 il götürülür. Gələcəkdə bu metodikaya yenidən baxılması və hesablanmaların fərqli qaydada aparılması bəzi hallarda vətəndaşların daha yüksək məbləğdə pensiya almasına imkan yarada bilər. Bu məsələ hazırda yalnız ekspert müzakirələri səviyyəsindədir və hər hansı yeni qərar açıqlanmayıb. Bununla belə pensiya sisteminin təkmilləşdirilməsi ilə bağlı müxtəlif təkliflər gələcəkdə gündəmə gələ bilər. Qeyd edək ki, müxtəlif ölkələrdə qadınların pensiya yaşı fərqlidir. Məsələn, Türkiyədə qadınların pensiya yaşı 58, Fransada 64, Almaniyada 66, İtaliyada isə 67 yaşdır. Bu göstəricilər hər ölkənin demoqrafik vəziyyəti və sosial siyasətindən asılı olaraq dəyişir. Beləliklə, iyulun 1-dən etibarən Azərbaycanda qadınlar üçün pensiya yaşının artırılması prosesi tam başa çatacaq və qadınlarla kişilər üçün vahid pensiya yaşı tətbiq ediləcək. Mövzu ilə bağlı sizin fikirləriniz necədir? Pensiya sistemində hansı dəyişikliklərin edilməsini istərdiniz? Fikirlərinizi şərh bölməsində yaza bilərsiniz. Videomuzu bəyəndinizsə kanala abunə olmağı və bildirişləri aktiv etməyi unutmayın. Diqqətiniz üçün təşəkkür edirik.